Sabahın günəşi gəlib qurutmayınca günlərlə insanlar palçığa bulaşmış səkilərdə yürüyürlər. Minlərlə vətəndaşa öz işini qurmaq üçün dəstək verən proqramdan danışacağıq. Bu, özünü məşğulluq proqramıdır. Əgər yaxşı bir biznes ideyanız və ya bacarığınız varsa, dövlət sizə lazım olan avadanlıqları verir. 2017-ci ildən bəri artıq 113 mindən çox insan bu yolla öz kiçik biznesinin sahibinə çevrilib. Bəs bu proqrama necə qoşulmaq olar? 2017-ci ildən etibarən vətəndaşların məşğulluğunun artırılması və onların öz gəlir mənbələrini formalaşdırmasına dəstək verən proqramın icrasına başlanılıb. Bu illər ərzində müxtəlif sahələrdə çalışan insanlar öz sahələri üzrə bizneslərini qurublar. Onlardan biri də 27 illik təcrübəsi olan Nigar Abbasovadır. O öz işini qurmaqla yanaşı vətəndaşların işlə təmin edilməsində də yaxından iştirak edir. Yaxınlaşdım Dövlət Məşğulluq Agentliyinə. Sağ olsunlar, müəyyən əşyalar verdilər, zəruri avadanlıqlar verdilər. Bunun sayəsində biraz da stimul qazanaraq kiçik biznesimi böyütmək qərarına gəldim və əvvəlcədən tək işləyirdim, sonra yavaş-yavaş işçilər artırdım. Ondan sonra tələbələr yetişdirməyə çalışdım və hal-hazırda Məşğulluq Agentliyinin mənə verdiyi tələbələrlə, peşə kursu tələbələrlə birini də götürüb işlədirəm. Dövlət tərəfindən icra olunan bu təşəbbüs işsiz və ya iş axtaran vətəndaşların kiçik biznes qurmasına şərait yaratmaqla yanaşı, alət təsərrüfatlarının inkişafına da təkan verir. Özünü məşğulluq proqramına müraciət eləmək istəyən şəxslər, bu proqramdan yararlanmaq istəyən, öz biznes ideyasını artıq işə çevirmək istəyən vətəndaşlar regional məşğulluq filiallarına, xidmət şöbələrinə, yaxınlıqdakı dost mərkəzlərinə müraciət eləyə bilərlər. Orada karyera məsləhətçiləri tərəfindən şəxsin qeydiyyatı aparılacaq, əgər qeydiyyatı yoxdursa və ona özünü məşğulluq proqramı barədə ətraflı məlumat veriləcək və həm də həmin şəxsin məşğulluq imkanları qiymətləndiriləcək ki, bu vətəndaş özünü məşğulluq üçün uyğun şəxsdir yoxsa yox, daha sonra artıq növbəti mərhələlər icra olunacaq. Qeyd edək ki, proqramın icrasına başlandığı vaxtdan indiyə kimi 113 mindən çox şəxs bu proqrama cəlb edilib. Təkcə 2025-ci ilin göstəricilərinə nəzər yetirsək, il ərzində 16.827 nəfər özünü məşğulluq proqramına qoşulub. Qasım Xuluflu, Rizvan Əkbərli, İTV Xəbər. Əlbəttə ki, qazanılan hər bir uğurun təməlində sağlamlıq dayanır, lakin